Bu işi sevirəm mən. İşləyəndə rahatlıq tapıram. Hər şey başladı pandemiyadan. Pandemiya vaxtları boş vaxtlarımız çox oldu deyən. Düşündüm ki, nə ilə özümü məşğul eləyə bilərəm. Və sonra belə bir qərara gəldim ki, niyə də yox, niyə də mən eləməyim? Axı bacarıram mən bunu. Bu işi başlayanda düzə heç nəyim yox idi. Evdə hər bir qadının yuxa yayanı var. 2 dənə elə yuxa yayanım var idi. Özümüz də bağa köçmüşdük pandemiyaya görə. Yoldaşıma dedim ki, Murad, candan mənə akril kraskalar, epoksi kistiçkalar lazım idi. O aldı, gətirdi. Mən o yuxa yayanların üzərini işlədim. Birində üzərində yoldaşım, mən nəvəmizlə bir yerdə getdik şax dilinə. Fikirləşdim 70 sm olan yuxa yayanın üzərini divan qırağında belə balaca bir masa düzəldəcəm. Nəvəmlə bir yerdə oradan rakuşkalar yığdı. Şax dilindən olan qum götürdük. Həmən onun üzərini işlədim. Qaldı ki, üzərinə lap üstdən qalın bir şəffaf qətran tökmək. Sağ olsun yoldaşım mənə kömək oldu və bilməzdim ki, mən Abşeron Ticarət Mərkəzində işləyəcəm. Abşeron Ticarət Mərkəzinin loqosunda da şax dili yer alır. Ən çox qoz ağacıdır, göyrüş ağacıdır, şabalıd. Yəni bunlardan masalar çox gözəl çıxır, çox keyfiyyətli çıxır. Bunlardan sürgülü qapılar da eləmək olur, çox qəşəng. Bir növ vitraj tipli bir şey olur, rəngbərəng olur, masalar kimi. Əl işi olduğuna görə biz yaradırıq əlimizlə. İnanın, hər işdə özünün öz ləzzəti var. Hər işində o qədər can qoyulur ki, ürəkdən işlənilir. Müştərinin özü baxır, deyir ki, mən bilmirdim ki, siz bu cür yanaşırsınız. Həm də heç bir iş bir-birinə bənzəmir. Baxsın, həzz alsın da. Nə olur, bizim pul dalınca qaçmaq bizlik deyil də. Bizim ailəmiz belə öyrənməyib, bizim rəhmətli atamız da belə öyrənib. Pul sənin özü gəlib tapacaq. Sən o pulun dalınca qaçma. Sən keyfiyyətə qaç.